Deməli, bugünkü dərsimiz olur düşünmə formaları. İlk öncə düşünmə formalarına başlamamışdan qabaq təfəkkürlə bağlı biraz danışaq. Təfəkkürün nə olduğundan. Çünki biz bu dərsləri ardıcıl olaraq keçirik. Burada məntiqi təfəkkürdən, tənqiddən və yaradıcı təfəkkürdən danışacağıq. Ona görə ilk olaraq təfəkkürün nə olduğundan danışaq. Təfəkkür insanın beynində gedən bir idraki fəaliyyətdir, idraki bir prosesdir. Bu düşüncələrimizlə bağlı bir proses gedir və beynimizdə bu olur nə? Təfəkkür. Dedik ki, təfəkkür bir neçə hissəyə bölünür. İncə nə dedik bunu? Məntiqi, tənqidi və yaradıcı təfəkkür olaraq bir neçə hissəyə bölünür və biz bu günləri danışacağıq bu ilk olaraq məntiqi təfəkkürdən, məntiqi təfəkkürün nə olduğundan, bundan əlavə bir də danışacağıq düşünmə formalarından. İndi ilk olaraq baxaq məntiqi təfəkkürün özündə nəyi əks etdirdiyinə. Deməli, məntiqi təfəkkür səbəb-nəticə əlaqələrinin tapılmasını özündə əks etdirir. Sonra problemin sadə həlli yolunu özündə əks etdirir. Prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyi özündə əks etdirir. Bundan əlavə faktlar əsasında mühakimə yürütmə və əsaslandırmanı özündə əks etdirir. Qısacası desək, biz məntiqi təfəkkürdən danışanda və insanlara hərdən olur da, qarşı-qarşıya söhbət elədikdə belə deyirsən ki, məntiqi formada düşün, məntiqi formada cavab ver, yəni deyilən fikirlərə məntiqi yanaş. Yəni beynində düşün və düşündüklərini düzgün formada istifadə elə. Məntiqi təfəkkür dedikdə qısa olaraq beynimizdə olaraq hər hansı bir məsələləri düşünmək, onları ümumiləşdirmək, onları qısalaşdırmaq, anlamaqdan söhbət gedir. Belə, bu məntiqi təfəkkürlə bağlı deyəcəyimiz olan hissələr. İndi gələk burada yazılanların belə deyək açıqlamasına ki, tam olaraq burada yazılanlar nə demək istəyir bizə? Deməli, bax, dedik ki, məntiqi təfəkkür məsələlərin səbəb-nəticə əlaqələrinin tapılmasıdır, onların sadə yolla həllidir. Ən sadə düşünmə formasıdır məntiqi təfəkkür, təfəkkürlərin içərisində və burada baxaq nəyə? Bax, məsələn verib burada, ona baxaq həmin hissəyə. Deyək ki, şagird müəllimə verdiyi hər hansı bir cavab əsassız olur. Yəni mən sizə bir sual verirəm. Sizin verdiyiniz cavab çox əsassızdır, çox belə deyək də, uyğun deyil məsələyə. Bu verdiyiniz cavabın niyə belə olmasının səbəbi var. Deyək ki, mən sizə sual verdirəm və siz səhv cavab verdiniz. Səhv cavabın bir səbəbi var. Niyə səhvdir bu sual? Yəni verdiyiniz daha doğrusu cavab. Ola bilər ki, siz məsələni verilən sualı düzgün başa düşmürsüz və yaxud da həmin sualı deyək ki, ümumiyyətlə mövzunu evdə oxumuyubsuz və yaxud da başqa digər bir səbəb ola bilər ki, siz bu sualı ona görə düzgün cavablandırmırsınız. Bəs biz bu problemi necə həll edə bilərik? Bu problemləri həll etmək üçün mən sizə açar məqamları deyək ki, yadınıza sala bilərəm və yaxud da əvvəlki dərsdə dediyim bir fikri sizə bildirə bilərəm. Bu kimi köməklik eləməklə sizi deyək ki, cavab verməyinizə kömək eləmiş olaram. Bu da məsələnin həlli yoludur və biz deyirik ki, bu kimi belə deyək də, səbəb-nəticə əlaqələrini tapmaq və məsələnin sadə həlli yolunu bilmək aid olur hansı təfəkkürə? Aid olur məntiqi təfəkkürə və məsələn, hər hansı bir prosesin başlanğıcını və sonunu müəyyənləşdirmək. Deyək ki, biz məsəl üçün də deyək ki, oturub MİQ imtahanına hazırlaşırıq və bu prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyə çalışırıq ki, deyək düşünürük ki, mən prosesə başlayıram deyək ki, hazırlaşaraq və sonda imtahan verəcəm və imtahan nəticəsindən asılı olaraq da hər hansısa bir işə qəbul olacağam. Yəni prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyə çalışırsansa, bu sənin məntiqi təfəkkürün olduğunu göstərir. Bundan əlavə hər hansı bir faktlar var, məlumatlar var. Sən o məlumatlar əsasında hər hansı bir məsələ ilə bağlı fikir irəli sürürsən, fikirlərini əsaslandırırsan. Deyək ki, kitabdan oxuduğun məlumatlarla bağlı, daha doğrusu kitabdan oxuduğun məlumatlar əsasında hər hansı bir fikirlər irəli sürürsən, hansısa bir əsaslandırma verirsən, hər hansısa bir deyək ki, özündən bir fikir irəli sürürsən, bu zaman sən məntiqi təfəkküründən istifadə eləmiş olursan. Bu da olur məntiqi təfəkkürlə bağlı. Amma burada əsas məsələ faktlara əsasən mühakimə yürütməkdən söhbət gedir. Yəni sən kitabda verilən fikirlərə uyğun olaraq nəsə bir fikir bildirirsən. Yoxsa sənin özündən ayrıcana bir fikir bildirməyin bu tənqidi təfəkkürə aid olur, məntiqi təfəkkürə aid olmur. Yəni bunu da yadımızda konkret olaraq saxlayaq. Bundan əlavə, məntiqi təfəkkürə sənin malik olmağın həm tənqidi, həm də yaradıcı təfəkkürü inkişafına şərait yaradır. Əgər sənin məntiqi təfəkkürün zəifdirsə, səndə tənqidi və yaradıcı təfəkkürün inkişafı yaxşı formada belə deyək, irəliləməyəcək. Bundan əlavə, məntiqi təfəkkürün həm də səndə olmağı problem həll etmə bacarığının da formalaşmağına müsbət təsir eləyir ki, əgər sən məntiqi formada düşünə bilirsənsə, səbəb-nəticə əlaqələrini qura bilirsənsə, bu zaman problemləri çox sadə formada həlli yolunu müəyyənləşdirə bilərsən. Belə, bu məntiqi təfəkkürlə bağlı deyəcəklərimiz. Məntiqi təfəkkürlə bağlı çox şey danışa bilərik, amma mən danışmağın tərəfdarı deyiləm. Çünki onsuz da imtahanda sırf olaraq düşə biləcək hissə məntiqi təfəkkürün burada yazdığımız özündə nələri əks etdirməklə bağlı olan hissəsidir. Gələk indi əsas olan düşünmə formalarına. Bir neçə düşünmə forması var.
Baxaq olaraq. Bir neçə dənə də daha sonra onların düşünmə forması var. Ümumilikdə hamısına bir baxasıq. Deməli, induktiv düşünmə nədir? İnduksiya adlanır digər adı da. İnduktiv düşünmə verilən nümunələrə baxıb onları bir prinsip altında birləşdirməkdir. Yəni xüsusilərdən ümumlərə doğru getməkdir. Ümumiləşdirib nəticə çıxarmaqdır və ümumiləşdirib nəticə çıxarmağımız bizim induktiv düşünmədən, induksiyadan istifadə eləməyimizdir. Amma biz induksiyadan istifadə eləyəndə bizim əldə etdiyimiz məlumatlar doğru, dürüst olmalıdır ki, sonda biz gedib çatdığımız nəticə də doğru, düzgün olsun. Əgər bizim istifadə etdiyimiz xüsusi nümunələr doğru, düzgün nümunələr deyilsə, biz onda tərtib elədiyimiz qayda belə, ümumiləşdirmə apardığımız ümumiləşdirmə belə doğru olmayacaq. Bu necədir? Nə deməkdir? İndi oturaq hamısını bir-bir izah eləyək. Misallarla və açar məqamlarla hər birini izah eləyək. Çalışdığım qədər bu hissəni də oxuyanda biraz interpretasiya eləyərək oxuyuram ki, sizə biraz aydın olsun tam olaraq cümlələrin nə demək istədiyim. Bax, məsələn deyirik, induksiya ilə bağlı bir məsələn verək. Deyir, Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışdılar. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışdılar. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılır. Baxın, Mirzə Ələkbər Sabir də bir şəxsdir. Cəlil Məmmədquluzadə də bir şəxsdir. Və bu şəxslər xüsusi şəxslərdirlər. Yəni, tək-tək nümunələrdirlər. Və bu nümunələrdən biz misal gətiririk ki, bu insanlar nə uğrunda mübarizə aparıblar? Dilin saflığı uğrunda mübarizə aparıblar. Və biz xüsusi nümunələri nə etdik? Bir ümumi prinsip altında birləşdirdik, yəni ümumiləşdirdik. Xüsusi nümunələri vurğulayaraq onları bir ümumi prinsip altında birləşdirməyimiz oldu hansı düşünmə? Oldu induktiv düşünmə. Və yaxud da durna və leylək köçəri quşlardır. Hər biri xüsusi nümunədir və bunların hər ikisi də qışda isti ölkələrə uçurlar. Deməli, köçəri quşlar qışda isti ölkələrə uçmaq kimi bir xüsusiyyəti var. Deməli, biz durna və leyləkdən, yəni xüsusi nümunələrdən, iki xüsusi nümunədən ümumi olaraq köçəri quşlarla bağlı bir qərara gəlirik ki, köçəri quşlar deməli qışda nə edirlər? İsti ölkələrə uçurlar. Deməli, biz burada nə etdik? Ümumiləşdirdik. Nələri? Xüsusi verilənləri ümumiləşdirərək bir qayda çıxartdıq, bir ümumi bir fikir ortalığa qoyduq. Bu zaman nə etmiş olduq? Bu zaman induksiya eləmiş olduq. Amma biz bu dediklərimiz əsaslı şəkildə olmalıdır. Əgər bu dediklərimiz əsassızdırsa, yəni belə deyək də düzgün deyilsə, bu zaman biz induktiv düşünmədən istifadə eləmirik. Məntiq xətasına yol vermiş oluruq. Yəni bunu da ki, növbəti dərslərdə olsa keçəcəyik, orada məntiq xətalarının nə olduğunu biləsiniz. O zaman da induktiv düşünmədə niyə bu sözü dediyimizi tam olaraq dərk eləyəsiniz ki, yəni əsaslı bir fikir olmalıdır ki, induktiv düşünmədə deyilən xüsusi nümunələr əsaslı olmalıdır ki, onlardan çıxartdığımız qayda da nə olsun? Əsaslı olsun. Açar məqam nədir induktiv düşünməklə bağlı? Xüsusi nümunələri bir prinsip altında birləşdirərək bir qayda çıxarmaqdır. Bundan əlavə, xüsusidən ümumiyə getməkdir ki, bunlar aid olur nəyə? Bunlar aid olur induktiv düşünməyə. Bax, dediyimiz kimi, burada verilən misallardan əlavə bir dənə də misal çəkək. Məsəl üçün, şirdən misal çəkirik və canavar misal çəkirik. Bunlar deməli nə edirlər? Digər heyvanların ətlərindən qidalanırlar. Buradan bir qayda çıxardırıq ki, deməli bütün yırtıcı heyvanlar belə deyək, ətlə qidalanırlar. Gördünüz, 2 dənə misal çəkdik, xüsusi misal çəkdik. Onların ətlə qidalanmağından danışdıq və ümumilikdə bir qayda çıxartdıq ki, deməli ət yeyən heyvanların hər biri digər heyvanların əti ilə qidalanır. Aydındır demək istədiyimiz. Yəni verilən xüsusi nümunələri bir prinsip altında birləşdiririk, amma bu birləşdirdiyimiz prinsiplər doğru, düzgün olmalıdır ki, bizim sonda getdiyimiz bir ümumi qayda da doğru, düzgün olsun. Bu oldu induktiv düşünmə, yəni induksiya. Sonra keçdik deduktiv düşünməyə, deduksiya. Deduktiv düşünmə induksiyanın əksidir. Nə deməkdir? Ümumi anlayışlardan, prinsiplərdən, qaydalardan, yanaşmalardan xüsusi bir nəticəyə gəlməyimizdir. Xüsusi bir nəticə çıxartmağımızdır. Hər hansısa bizə bir qayda verilir, biz ondan nümunələr gətiririk. Məsəl üçün, deyək ki, sizə hər hansı bir riyaziyyatdan qayda verilir, siz ondan deyək ki, düsturlar yazırsınız. Düstur deməyək, daha doğrusu düstur verilir, siz ondan belə deyək, misallar yazırsınız. Siz ondan misallar yazmanız olur nə? Deduktiv düşünmə. Amma bunun əksini desək, sizə hər hansı bir neçə məsələ verilir və həmin məsələlərin deyək ki, hər hansı bir qaydaya aid olduğunu bilirsiniz. Bunu deyirsinizsə, olur induksiya. Amma ümumi bir qaydadan, ümumi bir düsturdan müxtəlif tipli məsələlər yazırsınızsa, bu olur deduktiv düşünmə. Yəni ümumidən xüsusiyə getməyiniz. Sonra məsələn, burada bir misallar var, ona baxaq. Deyir, riyaziyyat dərsində birinci öyrənirlər ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu ümumi bir qaydadır və biz burada nə qədər də toplananın yerini dəyişdikdə, toplananların daha doğrusu yerini dəyişsək, yenə də qaydanın dəyişmədiyini görəcəyik. Yəni ümumidən xüsusi bir nümunəyə gedəcəyik. Sonra ikinci bir nümunəyə baxaq. Deyir, güllərin sulamadan çiçək açmayacağını öyrənən şagird
özlüyündə qət edir ki, limon ağacı sulanmasa da bar verməyəcək. Yəni bilir ki, ümumi olaraq bitkilər sulanmasa bar vermir. Bu ümumi bir qaydadır. Bundan da nəticə çıxardır ki, deməli mənim qapımda olan hər hansı bir ağacı sulamasam, onda həmin meyvələr deyək ki, çıxmayacaq da, ağac bar verməyəcək. Belə, bu olur deduktiv düşünmə. Açar məqam nədir? Açar məqam odur ki, biz ümumi bir qayda var və həmin ümumi qaydadan bir xüsusi nümunə çıxardırıq. Ümumidən xüsusiyə gedirik. Bayaq dediyim kimi, düstur var. Həmin düsturdan biz nə etdik? Müxtəlif tipli, belə deyək, məsələlər yazdıq. Müxtəlif tipli məsələlər elədik. Bu oldu deduksiya. Yəni deduktiv düşünmə. Sonra keçdik ikinciyə. Daha üçüncüyə, analitik düşünməyə baxırıq. Analitik düşünmə nədir? Analitik düşünmə bu qədər sözü oxumaqdansa qısa olaraq deyirik ki, analiz eləmək. Yəni bir şey analiz edən adam onu hissələrə parçalayır, onu araşdırır, onunla bağlı, həmin məsələ ilə bağlı çox ətraflı düşünür, həmin məsələnin həlli yollarını axtarır, həmin məsələnin problemin necə yaraşdığı, problemin daha doğrusu necə yarandığını axtarır, o problemi necə həll edə biləcəyini axtarır, o problemin ən uyğun həlli yolunu axtarır. Bir növ desək ki, analitik düşünmə nəyisə tədqiqatını aparmaqdır, nəyisə dəqiq formada, konkret formada, daha dərin formada araşdırmaqdır. Ondan sonra analitik düşünən insan daha çox məlumat əldə etməyə çalışır. Hər hansısa bir məsələni həll edən zaman və ətraflı məlumat toplamağın daha çox tərəfdarıdır ki, müxtəlif ideyaları sınaqdan keçirərək məsələnin həllinə gedib çıxa bilsin. Məsələn, bax, analitik düşünməklə bağlı bir misal deyək. Deyək ki, futbol komandasının məşqçisidir. Komanda son zamanlarda nəticələri zəifləyib, aşağı nəticələr göstərir. Amma məşqçi bununla bağlı düşünür ki, mən nə etsəm vəziyyəti düzəldə bilərəm, komandanın oyunu daha da yaxşılaşdıra bilərəm. Problemin yaranma səbəbi nədir? Mən problemin yaranma səbəbini hansı olduğunu müəyyənləşdirim, problemi necə həll edə bilim? Yəni ümumi olaraq hər şey başlayır nə etməyə? Analiz eləməyə ki, bütün məsələlərin hər kökündə nə dayanır? Bütün məsələləri başlayır bir-bir təhlil eləməyə, onları hissəliyə parçalayır, onların belə deyək, səbəbini araşdırır, hər bir şey haqqında analiz yürüdür və sonda həll yolu axtarmağa çalışır. Sonda bir həlli yolu axtarır ki, mən verilən belə deyək, məsələni, başıma gələn hal-hazırdakı problemi necə həll edə bilərəm ki, komanda daha yaxşı uğurlu nəticə göstərə bilsin. Və bu zamanda biz qısalaşdırıb deyirik ki, analitik düşünmə qısa olaraq analiz eləmək deməkdir. Məlumatları təhlil eləmək, onları parçalamaq və həll yolu təklif eləməyimiz deməkdir. Bir şeyi xırdalığına qədər belə deyək, parçalamaq, onu təhlil eləmək, araşdırmaq insanın analitik düşünməsinin olmağından xəbər verir. Belə, bu da üçüncü düşünmə formasıdır, analitik düşünmə. Yəni, misal olaraq da dediyim kimi, məşqçi komandanın hal-hazırda zəiflədiyini və onun vəziyyəti necə düzələcəyi ilə bağlı məsələləri araşdırır, yaranma yollarını araşdırır, bütün yolları, həll yollarını belə nəzərdən keçirdir. Bu kimi yanaşma olur nəyə aid? Analitik düşünməyə aid. İnsanın analiz qabiliyyətinin güclü olmağını göstərir. Bu insanlar hansı insanlardır? Analiz qabiliyyəti güclü olan insanlardır. Məsələlərlə bağlı bütün hər bir şeyi detallı formada analiz eləməyə bacaran insanlar analitik düşünmə qabiliyyətinə malik olan insanlardır. Və bunu həyatınızda da daha çox görə bilərsiniz ki, bir insan bir şeyi çox analiz edir, çox dərinə gedir. Həmin insanların deməli analitik düşünmə qabiliyyətləri çox güclüdür. Belə, bu üçüncü. Gəldik dördüncü olan divergent düşünməyə. Divergent düşünmə haqqında olan xüsusiyyətləri bir-bir oxuyaq. Deməli, divergent düşüncəsi malik olan insanlar ideyaların generalizasiyasına xidmət eləyir. Generalizasiya nədir? Yəni, ideyaların çoxluğuna xidmət eləyir bu problemlərin həlli zamanı. İnsanlar daha çox bir problemin həllində daha çox ideya irəli sürə bilirlər. Sonra, problemi çoxlu saylı perspektivlərdən baxmaq imkanları olur. Çoxlu sayda mümkün həll yolları axtarırlar, araşdırırlar. Sonra, divergent düşünən insanlar qəbul olunmuş yolun əleyhinə çıxaraq alternativlər axtarmağın tərəfdarıdırlar. Əlavə fikirlər tapmaqda çox yaxşıdırlar. Problemi tez həll eləməkdə çətinlik çəkirlər. Bunun da səbəbi həmişə yeni ideyalar axtarışında olmaqlarıdır. Bundan əlavə, ideya və fikir toplumu prosesində fərqli yanaşma ilə seçilirlər. Yəni, müxtəlif perspektivdən baxırlar məsələyə, fərqli yanaşmalar irəli sürürlər. Bu necədir? Deyək ki, hər hansısa bir problemdir. Məsələn, hər hansısa bir problem götürək, siniflə bağlı bir problem götürək. Məsələn, məktəblə bağlı bir problem götürək. Məktəbdə şagirdlər deyək ki, hər gün birinci saata gecişirlər. Məsələn, bununla bağlı uşaqlardan deyək ki, müəllimlərdən ideyalar soruşulur və burada divergent düşünən müəllimlər çoxsaylı ideyaları ortalığa qoya bilərlər. Ki, məsələn, valideynlərlə danışaq, cəza metodu tətbiq eləyək və yaxud həvəsləndirmə metodu tətbiq eləyək. Bir neçə fərqli formada ideya irəli sürəcəklər.
həmin problemin həlli ilə bağlı və yaxud da kitabda verilən bir məsələdən deyək, evdə çörək yoxdur, nə etməliyəm? Mən bu problemi həll etmək üçün məsələn gedib özüm mağazadan almalıyam, evə gələn atama mı deməliyəm və yaxud da deyək ki, gedib qonşudan mı istəməliyəm? Nəsə də, yəni belə formada bir neçə vəziyyətdə düşüncə ağlıma gəlir. Və yaxud da məsəl üçün də deyək ki, uzaq yol çıxmısan, yolda maşında problem yaranır, sən nə edə bilərsən? Ağlıma bir neçə ideya gəlir. Bu sənin divergent düşünməyə malik olduğunun göstəricisidir. Divergent düşünmədə olan insanın üçün açar məqamlar nələrdir? Divergent düşünən insanlar riskə meyilli olurlar. Yəni ideyaları yoxlamağa heç vaxt çəkinmirlər, qorxmurlar. Həmişə ideyaları yoxlamağın tərəfdarı olurlar. Sonra bütün yolları, bütün cavabları düzgün hesab edə bilirlər. Yəni fərqli düşünürlər və proses uzun olduğu üçün, çoxlu saylı ideyalar tapdıqları üçün həmişə məsələni gec həll edirlər. Ancaq onlarda ideya axtarışı olur. Amma problemi həll etməklə bağlı bir hərəkətlə bağlı hər hansı bir məsələ gec olduğu üçün onlar belə deyək, məsələni gec həll edə bilirlər. Amma ideyalar təbii ki, həddindən artıq çox olur onlarda. Sonra divergent düşünən insanlar fikirləşir ki, bir dənə problemi varsa, o problemin bir yox, bir neçə həlli yolu var. Və divergent düşünən insanlarda yaradıcılıq və təxəyyül olur. Mühakimə və yaxud da ki, tənqidi düşünməni əhatə eləmir. Yəni onlar bir şey tənqidi olaraq yanaşmırlar ki, niyə belə oldu, bu problem niyə yarandı? Onlar problemin niyə yarandığının səbəbini mühakimə eləmirlər. Problemin kim tərəfindən yarandığını araşdırmırlar. Sadəcə olaraq problemə yeni bir həll yolu axtarışındadırlar. Divergent düşünən insanlar. Bu divergent düşünən insana aid olan xüsusiyyətlər. Gəldik konvergent düşünən insanlara aid olan xüsusiyyətlərə. Konvergent deyir, divergentin əksinə müxtəlif ideyaların toplanması və təhlil eləməsinə xidmət edir. Divergent nə edirdi? Fərqli ideyalar deyirdi. Amma bu deyir ki, konvergent mövcud ideyalar var və həmin ideyaları təhlil edir, içərisindən birini seçir və ən yaxşı kimi onu belə deyək ki, sınanmış yol kimi ondan istifadə edir konvergentlər. Konvergent deyir, düşüncə yaradıcı təfəkkür olmasa da onu sistemləşdirməyə şərait yaradır. Baxın, divergent də yaradıcı düşüncəyə aiddir, yaradıcı təfəkkürə aiddir. Amma konvergent də ona aiddir. Deyir, konvergent yaradıcı təfəkkür olmasa da onu sistemləşdirməyə şərait yaradır. Biz yaradıcı təfəkkür sözünü konvergentdə görəcəyik. Amma bu o demək deyil ki, divergent düşüncə yaradıcı təfəkkür formalaşdırmasına şərait yaratmır. Xeyr. Əksinə, yəni bu onu yazıblar, ona görə yazıblar ki, konvergent elə görsənməsə də, yəni yaradıcı təfəkkürü formalaşdırmağa şərait yaratmadığını göstərməsə də, amma əksinə onu sistemləşdirməyə, yəni onun yaranmasına kömək edir konvergent düşüncədə olan insanlar. Sonra konvergent düşüncədə sualın bir düzgün cavabı var, bir həll yolu var. Konvergent fikirləşir ki, indiyənədək keçmiş yollar, sınanmış yollar düzgün yollardır. Mən həmin yoldan istifadə edərək problemi həll edə bilərəm. Tez nəticəyə gəlmək qabiliyyətləri olur, amma yeni fikirlər tapmaqda əziyyət çəkirlər. İdeyaları, fikirləri qiymətləndirməyə bacarırlar, çünki onların tənqidi düşünmə bacarıqları daha üstündür. Yəni ideyaları seçmək, qiymətləndirmə bacarıqları daha üstündür. Məsələn, gələk bayaqki məsələlərə. Deyək ki, məsələn deyək, yolda qalmaq məsələsindən danışaq. Deyək ki, maşın xarab olub yolda qalmışam. Konvergent düşünür ki, ən yaxşı çıxış yolu bilirsən nədir? Evakuatora zəng eləyim, maşına da minim, oturum, aparsın məni. Onun başqa bir çıxış yolu yoxdur. Yəni başqa bir çıxış yolu düşünmür. Çünki fikirləşir ki, ən rahat çıxış yolu həm mənzilə çatmaq üçün də, həm də maşını təmir elətdirmək üçün ən rahat çıxış yolu evakuator çağırıb ondan istifadə edib mənzilə çatmaqdır. Onun beynində ikinci bir ideya yoxdur. Amma divergent düşünən insan fikirləşirdi ki, dostuma zəng eləyim, özüm kapot açım, baxım görüm nə problemi var, düzəldə bilərəmmi? Ustaya zəng eləyim, ustadan soruşum ki, usta mən yolda qalmışam, problemim nədir? Bu divergentin yanaşması idi. Konvergent isə nədir? Dedi ki, mən yolda qalmışam, evi yox. Evakuator çağıracam, gedəcəm. Vəsə. Yəni sınanmış yol budur və bundan istifadə elədi. Divergent çox düşündü deyə nəticəyə gec gəldi. Çünki bir neçə ideyası var idi, bilmədi neyləsin, qərarı gec verəsi oldu. Konvergent isə sınanmış yoldan istifadə elədiyi üçün tez bir qərar verdi və qiymətləndirərək tez bir fikir seçdi ki, mən heç nə. Evakuatora zəng eləyəcəm və belə deyək də işimi aşırdacam, gedəcəm tez bir formada çatacam gedəcəyim yerə. Bu da konvergent düşüncə. Açar məqamı nədir bəs? Konvergent düşüncəli insanlar riskə getməyi sevmirlər. Daha uyğun, daha rahat sınanmış yoldan istifadə edərək məsələni həll etməyə çalışırlar. Sonra qiymətləndirmə bacarıqları yaxşı olur. Problemin onlar üçün yalnızca bir dənə həll yolu var və problemə təhlil edən zaman fikirlərin ən səmərəlisini, ən uyğunu seçirlər və onlarda tənqidi yanaşma olmağını tələb edir konvergentlərdə ki, onlar tənqidi olaraq məsələlərə yanaşıb qiymət verərək məsələlərin belə deyək, içərisindən birini seçirlər. Bu da olur konvergent düşüncəyə aid olan belə deyək xüsusiyyətlər. Keçdik, bu 4-cü idi, səhv eləmirəmsə, 5-ci idi. Bu 5-ci idi. Keçdik digərinə 6-cı olaraq analoji düşünmə. Analoji düşünmə nədir?
Analoji düşünmədə iki və yaxud da daha artıq hadisə, anlayış, sistem arasındakı oxşarlıqdan söhbət gedir və iki və daha çox obyekt arasında oxşarlıq tapandan sonra həmin informasiyalarla birlikdə mühakimə yürütməkdən, ondan bir nəticə çıxartmaqdan, ondan bir bilik əldə etməkdən söhbət gedir. Bu düşüncə tərzi ondan istifadə eləyib, müxtəlif yeniliklərin ortaya çıxarılmasında istifadə eləyirlər və layihələrin hazırlanmasında istifadə eləyirlər. Bundan əlavə müqayisə bazarının formalaşdırılması və s. də məqsədi üçün də istifadə olunur. Yəni analoji düşünmə nədir? İki və ortaq hadisədən, anlayışdan yeni bir şey ortalığa qoymaqdır. Məsələn, deyək ki, nəyi misal çəkək? Deyək ki, burada yazılan misal çəkək, sonra bir əlavə misal çəkərəm. Deyək ki, piano ifa etmək üçün lazım olan bilikləri uşaq bilirsə, bundan digər klavişli alətlərdə də istifadə edir. Nədir? Pianino ilə digər klavişli alətləri, məsələn, qarmonu deyək ki, uyğunlaşdırdı, deyək ki, analoji düşünmədən istifadə edərək oxşarlaşdırdı və ona uyğun olaraq da həmin digər alətlərdə ifa edəcəyini deyək ki, anladı. Və yaxud da müəllim deyir şagirdlərə 300 min rəqəminin nə qədər böyük olduğunu izah eləmək üçün yerlə ay arasındakı məsafənin böyüklüyünü izah eləyə bilər. Müəllim neynədi? Oxşarlaşdırdı. Analoji düşünmədə iki obyekt, hadisə, sistem arasındakı əlaqəni neynirsən? Üzə çıxardırsan və ona uyğun olaraq da bir fikir irəli sürürsən və yaxud da bir ideya ortalığa qoyursan. Məsələn, başqa bir şey deyək, ən çox belə deyək, istifadə olunan misallardan biridir. Quşun uçmağına uyğun olaraq neyniyiblər deyək ki, alimlər təyyarəni yaradıblar da. Nəyə baxıb yaradıblar? Quşun uçmağına uyğun olaraq. Yəni iki dənə belə deyək də hadisəni, sistemi, anlayışı bir-birinə oxşadıb yeni bir şey ortalığa qoymaq adlanır hansı düşünmə? Adlanır analoji düşünmə. Yəni siz də həyatınızda bundan gündəlik olaraq demək olar istifadə edirsiniz. Amma sadəcə olaraq suallar veriləndə, misallar çəkmək lazım olanda misallar çəkə bilmirsiniz. Amma çalışın dərsi belə deyək, qulaq asdıqca özünüzə analoji düşünmə ilə bağlı və yaxud da digər düşünmə formaları ilə bağlı misallar çəkməyə bacarasınız ki, öyrənmək sizin üçün daha rahat olsun. Açar məqamı nədir? İki anlayış, hadisə arasındakı oxşarlığı müəyyənləşdirmək, ona uyğun mühakimə yürütmək, ona uyğun nəticə çıxardıb və bilik əldə etmək. İki nəsnənin oxşarlığını bilmək, ona uyğun müqayisə aparmaq, mühakimə yürütmək və bilik əldə etmək. Olur nə? Olur analoji düşünmə. Oxşarlıq. Qısacası desək, bir sözlə ifadə eləsək. Bu da olur 6-cı düşünmə forması. Keçək 7-ci düşünmə formasına. 7-ci verbal düşünmədir. Bu çox sadədir. Verbal düşünmə nədir? Sənin düşüncələrini dilə gətirmək, ifadə etmək bacarığındır. Baxın, bəzi insanlar hərdən düşündükləri fikirləri ifadə edirlər və deyirlər, ay da mən səhvsiz düşündüm, bilmədim, üzrü say. Yəni hətta öz belə deyək də sənin bilməli olduğun fikirlər belə onların ağzından çıxır və onlar nitq belə deyək də nitqdən istifadə edirlər, danışaraq düşünürlər. Daha belə deyək də, sadə formada desək, düşüncələrini öz sözləri ilə ifadə eləyirlər, danışaraq düşünürlər. Amma bu proses səsli formada olur onların düşünmə zamanı. Verbal düşünmə zamanı bir insan özü eşitdiyi üçün fikirlərini sanki daha aydın olur. Məsəl üçün nədir bu? Deyək ki, bir insansınız, dərs oxuyursunuz. Hər hansı bir mövzunu oxuyanda siz mütləq formada səsli oxumağın tərəfdarısınız. Səsli oxuyanda öyrəndiyiniz mövzunu daha yaxşı başa düşürsünüz. Və yaxud da deyək ki, hər hansı bir probleminiz var. Deyirsiniz ki, mən bunu müzakirə eləməsəm, danışmasam, kimləsə müzakirə eləməsəm, yəni verbal formada düşünməsəm, nitq zamanı düşünməsəm həmin məsələni öyrənə bilmərəm. Həmin problemi həll edə bilmərəm. Bu insanlar düşünərək, daha çox danışaraq düşünən insanlardır. Danışaraq düşünmə onlarda baş verir. Onlar danışmasalar, belə deyək, verbal düşünməsələr, onların beynindəki düşünmə aktiv formaya yəni gəlmir. Aktivləşmir. Açar məqam nədir? Danışaraq düşünməkdir, fikirlərini danışaraq dilə gətirməkdir, səsli formada düşünməkdir. Ətrafınızda təbii ki, belə insanlar var da, yəni görürsünüz həyatınızda ki, onlar yalnız danışarkən daha yaxşı düşünmə qabiliyyətləri olur. Məsələləri müzakirə eləyərkən onlar daha yaxşı ideyalar ortalığa qoya bilirlər. Fikirlər ortalığa çıxır onlarda. Bu olur verbal düşünmə. Qeyri-verbal düşünmə nədir bəs? Qeyri-verbal düşünən insanlar informasiyanı emal eləyəndə, problemi həll eləyəndə onları vizual mütləq formada görməlidirlər. Yəni görsel olaraq görməlidirlər. Məsələn, qeyri-verbal şəkildə verilmiş informasiyanı onlar düzgün qəbul edə bilirlər. Xəritələrdən, sxemlərdən, statik cədvəllərdən olan məlumatları onlar çox rahat formada, yaxşı formada başa düşürlər. İnsan var verbal düşünür, insan var qeyri-verbal düşünür. Yəni verbal düşünən insan danışma zamanı düşünmə onda inkişaf eləyir, amma qeyri-verbal düşünmə olan insanlarda o insanlar mütləq formada nəyisə görməlidirlər. Görməsələr onlar düşünmə onlarda inkişaf eləmir. Məsələn, deyək ki, hər hansısa bir dərsi izah eləyirsən, adama lövhədə deyək ki, cədvəl, sxem çəkərək izah eləyəndə daha yaxşı anlayırsa,
bu insanın qeyri-verbal düşünməyə malik olduğunun göstəricisidir. Bəs qeyri-verbal düşünməyə malik olanlar nə edirlər? Yəni onlarda belə deyək, onlarda hansı bacarıqlar formalaşır? Hər hansı bir şəkil, heykəl, məscid və s. yaratmaq kimi bacarıq formalaşır. Onlar xəritədə daha yaxşı işləməyə bacarırlar. Diaqramdır, sxemdir, cədvəlləri oxumağı və çəkməyə bacarırlar. Onlar territoriyalardan düzgün formada istifadə eləməyi bacarırlar. Bu kimi insanlar qeyri-verbal düşünməyə malik olan insanlardır. Asal məqam nədir? Onlar vizual mühakiməyə əsaslanır. Vizual olaraq verilən məlumatları dərk eləyə bilməyimiz bizim qeyri-verbal düşünməyə malik olmağımız deməkdir. Bu da qeyri-verbal düşünmə haqqında verilən fikirlər. Sonra keçdik 9-cuya ardıcıl düşünmə. Bunu biraz qarışdıra bilərsiniz sistemli düşünməklə. Amma məncə qarışdırmağa heç bir ehtiyac yoxdur. Yəni heç qarışdırılası da bir şey deyil. Niyə? Çünki ardıcıl düşünmə addım-addım mərhələli düşünməkdir. Hər hansısa bir prosesin, bax bir hadisənin, bir prosesin necə davam etməsini bildirir. Səbəb-nəticə əlaqələrinin tapılmasıdır. Şərt və əsaslandırmanı deyir özündə əks etdirir. Ardıcıl düşünməyə bacaran insan mərhələli irəliləməyi bacarır. Bir addım bitəndən sonra digərinə keçir. Çünki bu insanlar addım-addım düşünür. Məsələn, addım-addım düşünməyə nəyə misal gətirə bilərik? Deyək ki, hər hansısa bir dəmir filizini çıxardırıq biz. İlk öncə filizi çıxartdıqdan sonra nə edirik? Onu saflaşdırırıq, sonra onu əridirik, sonra onu bir məhsul halına gətiririk. Bax, mənim bunu deməyim, mənim ardıcıl düşünmədən istifadə eləməyimdir. Çünki bir proses olan zaman mən ardıcıl formada düşünürəm və prosesin ardıcıllığından danışıram. Prosesin ardıcıllığından danışıramsa və prosesin necə getdiyini bilirəmsə, bir məsələnin belə deyək də səbəb-nəticə əlaqələrini quraşdıra bilirəmsə və məsələnin davamlılığını, mərhələliyini bölə bilirəmsə, deməli mən ardıcıl düşünmədən istifadə edirəm. Bax, məsələn deyir burada, araşdırma deyir aparan şagird bilməlidir ki, əvvəlcə informasiyaları çoxlu mənbələrdən toplamaq lazımdır. Sonra emal eləmək, ümumiləşdirmək və qruplaşdırmaq, sonra təhlil etmək və dəyərləndirmək lazımdır. Bunu bilirsə, deməli insan ardıcıl düşünə bilir. Yəni dediyim kimi, bir məsələni ardıcıl, mərhələli formada necə getdiyini bilmək sənin ardıcıl düşünməyə malik olmağın deməkdir. Məsələn, bayaqları o filizin çıxarılması ilə bağlı məsələni dedik ki, dəmir necə belə deyək də, hər hansı bir material, deyək ki, şifer və yaxud da ki, hər hansı bir boru necə əmələ gəlir? Onu bilmək üçün sən ardıcıl düşünmədən istifadə etməlisən ki, ilk öncə filiz çıxarıldı, sonra torpaqdan ayrıldı, yəni saflaşdırıldı, sonra əridildi, sonra da hər hansısa bir qəlibə tökülərək hər hansısa bir formanı aldı. Bu sənin ardıcıl düşünməyə malik olmağın deməkdir. Bu ardıcıl düşünmən deməkdir. Açar məqam nədir bəs? Addım-addım düşünmək, yəni mərhələli düşünmək və bir prosesin ardıcıl olaraq necə getdiyini anlamaqdır. Söhbət burada bir prosesin necə getdiyindən gedir. Bu da oldu nə? Ardıcıl düşünmə ilə bağlı deyəcəklərimiz. Keçdik 10-cu olaraq sistemli düşünmə. Sistemli düşünmə nədir bəs? Sistemli düşünmə anlayışları, konsepsiyaları, ideyaları təhlil etmək, hissələrə parçalamaq, düzgün bölüşdürmə və daha da yaxşılaşdırmaq bacarığıdır. Məsələn, vaxtın düzgün bölüşdürülməsi sistemli düşünməyə nümunə ola bilər. Sistemli düşünmə ətrafdaşların bir-birinə təsirini anlamağa xidmət edir. Bunun üçün sistemin nə olduğunu izah eləmək, ətrafa bir sistem kimi baxmaq lazımdır. Müəllimlər də, şagirdlər də sistemli düşünməni inkişaf etdirməklə hər bir fəndə əldə olan akademik bilikləri bacarığa və vərdişə çevirə bilərlər. Həmçinin həyatda tətbiqi formalaşdıra bilərlər. Sistemli düşünmə yaradıcı təfəkkürü də formalaşdırmağa imkan verir. Nə deməkdir? Bax, burada oxuduqlarımızı oxuduq, amma dərk eləmədik. Deyək ki, bir neçə anlayışdır. Bax, məsəl üçün birinci anlayış, məsəl üçün ikinci anlayış, məsəl üçün üçüncü anlayış, məsəl üçün dördüncü anlayış. Bu dörd anlayışı bir-birindən əlaqələndirə bilməkdir. Məsələn, bunun bununla əlaqəsi var, bunun bununla əlaqəsi var, bunun bununla əlaqəsi var. Bu anlayışın bu anlayışla əlaqəsi var, bu anlayışın yerindən bu anlayışla əlaqəsi var, bunun bununla əlaqəsi var. Məsələn, bunun bu anlayışla əlaqəsi var. Gördüyünüz kimi mən burada oxları çox böyüdə bilərəm. Oxlar çox qarışıq formada görsənə bilər. Amma göstərmək istədiyim odur ki, bir neçə anlayış var və bu anlayışların hamısı bir-birindən əlaqəlidir. Və bu anlayışların hamısını bir sistem kimi görmək, bu anlayışların hamısını bir-birindən əlaqələndirə bilməyimiz bizim sistemli düşünməyimiz deməkdir. Məsələn, burada bir misal var, misal üstündən misal verək. Deyək ki, suyun çirkləndirməsi ilə bağlı danışır burada. Deyir, bir su çirklənir, sudan sonra nə edir? Dənizdə canlılar zərər görür və canlıların zərər görməyi də bu canlılarla qidalanan, deyək ki, balıqlarla qidalanan insanların da zərər görməyini gətirib çıxardır və qida zəhərlənməsi yaradır və müxtəlif sayda insanların həyatını itirməyinə gətirib çıxardır. İnsanların həyatını itirməsi və həmin ərazidəki suyun çirklənməsi həmin ərazinin ekoloji tarazlığına gətirib çıxardır və orada bitkilərin də məhv olmağına, ümumilikdə canlıların məhv olmağına və həmin ərazidə həyatın belə deyək, məhv olmağına gətirib çıxardır. Bu nəyi göstərdi bizə?
sistemli düşünməni göstərir. Yəni bunu başa düşən adam deməli sistemli düşünməyə malik olan insandır. Burada biz nədən danışdıq? İnsandan danışdıq 1. Məsəl üçün deyək ki, sudan danışdıq 2. Sudakı canlılardan danışdıq 3. Ümumi olaraq bitkilərdən danışdıq 4. Və biz bunların hamısını bir-birindən əlaqələndirməyə bacardıq. Bunları bütöv bir sistem kimi gördük və bu sistemdə hər hansı bir halqanın məhv olması digər halqanın da məhv olmasına gətirib çıxardığını anladıq. Bu bizim sistemli düşünmənin olmamızı göstərir. Bizdə də sistemli düşünmənin olduğunu göstərir. Əgər biz belə düşünə biliriksə. Açar məqam nədir bəs? Açar məqam nədir? Düşünən zaman bütün anlayışları bir-biri ilə əlaqələndirə bilməkdir. Onları bütöv bir sistem kimi görməkdir. Yəni biz bu formada onları bütöv bir sistem kimi görə biliriksə, bütöv bir sistem kimi başa düşə biliriksə, bu zaman sistemli düşünmədən istifadə eləmiş oluruq. Bu da oldu 10-cu və sonuncu olaraq sistemli düşünmə haqqında. Bir də var abstrakt düşünmə, orada mücərrəd düşünmədən söhbət gedir. Yəni o kitabda yoxdur, testlərdə falan görmüsünüz. Sadəcə olaraq başa düşün, bilin ki, abstrakt, yəni mücərrəd düşünmədən söhbət gedir. Olmayan bir şeylər haqqında, bu daha çox beləcə fəlsəfi düşüncələr haqqında, fəlsəfi fikirlər haqqında düşünmədən söhbət gedir. Hər hansı bir belə deyək də, dəyərlərlə bağlı, düşüncələrlə bağlı, fəlsəfi olan məsələlərlə bağlı düşünmə abstrakt və yaxud da ki, mücərrəd düşünmə adlanır. Bunu bilsəz bəs eləyir. Yəni onun açıqlaması hər hansı bir kitabda da falan da yoxdur. Üstə gəl də testlərdə də qabağınıza çıxmayacaq. İndi gəldik son olaraq ümumiləşdirməyə, düşünmə formalarının nə olduğuna. Qısaca desək, birinci olan induksiya və induktiv düşünmə nə idi? Xüsusilərdən ümumi qaydaya, ümumi prinsiplərə doğru getməyimiz idi. İkinci, deduksiya nə idi? Ümumidən xüsusi nümunələr çıxartmağımız, ümumi qaydadan xüsusiyə doğru getməyimiz idi. Analitik düşünmə nə idi? Analiz eləmək, bir şeyi hissələrə parçalamaq, öyrənmək demək idi. Dördüncü, divergent düşünmə nə idi? Divergent müxtəlif həll yolları tapan, hər hansısa fərqli yollar, perspektivlərdən məsələlərə baxan insanlar idi və bunlar çoxsaylı fikirlər, ideyalar ortalığa ata bilirdilər. Amma bir problemləri o idi ki, məsələni keçərli eləyirdilər. Niyə? Çünki çoxsaylı ideyalar fikirləşirdilər. Konvergent düşünmə daha çox belə deyək də, əvvəl sınanmış yoldan istifadə eləyənlər hər hansı bir məsələni qiymətləndirib həmin problemin həlli üçün qiymətləndirdiyi məsələ ilə problemi həll eləyənlər idi. Riskdən çəkinirdilər, sınanmış həll yollarından istifadə eləyirdilər. Yaxşı şeyləri o idi ki, problemi tez həll eləyirdilər. Niyə? Çünki sınanmış yoldan istifadə eləyirdi. Və konvergent düşünmə yaradıcı təfəkkür deyildi, sadəcə olaraq onu stimullaşdırmağa şərait yaradırdı. Analoji düşünmə oxşarlıq idi, qısacası desək. Oxşarlıqdan istifadə eləmək, oxşarlığın nə demək olduğunu anlamaq və oxşarlıqdan istifadə eləyərək yeni bir məsələ ortalığa qoymaq analoji düşünmədən istifadə eləməyimiz idi. Verbal səsli düşünmə idi, qeyri-verbal görsəl formada düşünmə idi. Yəni vizual olaraq görüb vizual mühakiməyə əsaslanmağımız idi. 9-cu olaraq ardıcıl. Bir məsələnin, bir prosesin ardıcıl olaraq düşünülməsi idi, bir prosesin ardıcıllığının bilinməsi idi. Bu ardıcıl idi. Sistemli isə bir neçə anlayış, konsepsiyanın əlaqələndirilməsi, onların bir sistem kimi görülməsi demək idi. Bu da oldu 10-cu olaraq sistemli düşünmə. Sonuncu olaraq 11-ci olaraq abstrakt düşünmə isə dedik ki, mücərrəd formalı düşünmə idi. Mücərrəd düşünməyimiz idi. Mücərrəd anlayışlar haqqında fikir irəli və onları dərk eləməyimiz idi ki, bu olurdu mücərrəd 11-ci düşünmə forması. Belə, bugünkü dərsimiz yəni bu qədər.